Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Deməli uşaqlar. Yenə qaynatam gildəyik. Baldızımla qaynım birləşiblər pizza bişirirlər. Pizza. Madem böyle şeylerin vardı niye söylemiyordun? Nadirdən öyrənmişəm. Pizza. İndi sizin üçün bir o mərhələlər çəkəcəm. Arkadaşlar mən göbüşəm. Ona görə mən əlimi ağdan qaraya Pişirən gətirəm. qabaq çox iş görürdü. Ayıb olsun sənə. Çox ayıb olsun. Sən üçün pişirdiyim dolmalar yadından çıxıb. Özün gəlmirsən də. Haçandı? Haçandı? Özün gəlmirsən də. Ayaqlarını işə sal gəl. Deməli mən telefonumu da un eləyib. Pizzanın Nə ara qaçsan hə? Buna sizin belə eləyəm. Pizzanın xəmirini Nahidə düzəldir. Qaynım da burada malzemeləri doğrayır arkadaşlar. Burada da tamaşaçıları görürsüz. Pizzaya baxmağa gələnlər. İçi mən daxil. İndi görək nələr eləyəcəklər. Xahiş eləyirəm. Elə eləyin ki, mənim xoşuma gəl. Mənim oğlumun xoşuna gəlsin. Eşitdiniz məni? Ağıllı iş görün. Nə verəcəksən bizə? Mən dadına baxıb qiymət verəcəm. Şeir deyəcək. Pizza şeiri. Deyəcəm, söz verirəm. Bəyənsəm qəşəng şeydir. Şeir deyəcək. Beğenmeme imkanı yoktur. Bəyənsən. O iddialı. Şəhərlər mahnı oxuyacaqsan şeir deyəcək. Qaynım bir bir dəqiqə, qaynım bir bəyənməmə ehtimalı yoxdur. İndi uşaqlar birlikdə qərar verəcəyik. Siz də yorumlarda yazarsınız. Bəyənirsiniz görüntüsünü yoxsa yox. Mən də dadı haqqında fikir bildirəcəm. Bütün uşaqları da yığacam, hamı tək-tək puanlayacaq. Haydi bakalım. Adaletli puanlayacağım. Mən də. Yəni mən qəsdi qərəzdiyimə cəmaət mən üçün pizza pişirir. Arkadaşlar pizzanın yumurtalarını mən sındırıram. Sonra deməsinlər ki bu heç nə eləməyib, əlinə ağdan qaraya vurmayıb. Yəni baxın, görün, biləsiniz. Ağa vurdu. sən mənə söz açsın. Haydi mən sizə bayaq şantaj eləyirdi səni satmaqla. Dayan sən. Radarıma düşdün. 60 manat 2 bal. Ne olacak? Baxarsan. Yumurtalı əlimi sürtərəm ha üstüvə. Oh, nə edeyim? Yo. Bunlara batırka verənlər. Arkadaşlar deməli pizzamızın malzemelerini doğrayıblar, yığıblar bura. Xəmiri, sosu, nə bilim, pomidor. Bu nə idi? Pendir. Pomidoru kimsə yeyib. Hansınız düzün deyin. Pantolonun dostu bana ben yok. Ben yok. Sən yemirsən, səsini çıxart. Ən yaxın. Bu necə şey axı? Kardeşimin Kalbasa, zeyt. Kimin canından dosun? güzel kardeşimin sana. Ay Allah kardeşi gelmemiş onun için. İnandım da sen yaxşı. Deməli arkadaşlar oxlovları yoxdur. Ver də bula. Oxlovları yoxdur. Turba ilə pizza xəmiri açacaqlar. Bizə bir yağmur eləmə, gətirir. Han gətirir. Dediniz axı buna göz qaş eləyir arkadaşlar. Göpa basıyorlar. Bununla açacaqlar pizzanı. Pizzanın xəmirini şeylə, turba ilə açacaqlar. İndi baxaq görək nə edirlər. Axır bir şey çıxardın ortalığa. Sən məncəm yerin keçib. Göbələkdə sən təmizləmişsən. Demədim də dayı bir dənə bu boyda iş görmüşəm. Onda nəyə bayraq eləyim əlimlə. Gəlin. Evet arkadaşlar başladılar turba ilə xəmir açmağa. Kardeşim bacarıyor. Geçək. 1, 2, 3, 4, 5, Oxluq gəlir. 6 dənə pizzamız var arkadaşlar. 6 dənə pizza çıxacaq buradan. Haydi bakalım. İndi malzemelerin düzeninde de göstereceğim size. Evet arkadaşlar şimdi pizzanın malzemelerini ekləyirlər. Birinci sosu. Sosun içine ne katmışsınız? Hadi bildik de oxlovum var. Bildik de. Sosun içinde mantarlı krem var hazır. Mantarlı Ondan krem sonra var. baharatdır.
Baharatdır. Bir de Tomatdır. mayonez. Tomat, mayonez. Allah. Nəsə dadlı sosa oxşuyur. Deməli, first pomidorlar düzülür arkadaşlar. Məncə pomidorları çox düzməyin çünki uşaqlar qopardacaqlar onun üstündən. Səhv bilirəm. Pomidorlu yeyirsiz pizza yoxsa pomidorsuz? Pomidorlu yedim. Sən pomidorlu? Sən? Pomidorsuz. Şəxsən mən hələ qərar verməmişəm. Mantarla zeytunu qopardacağım. Mantarla zeytunu mən də nə yalan deyim. Şimdi koygu səfəri. Geldim tek olmamışsın ben yiyeceğim. Hə, ortalıqda yeyib qıraqda gəzən gəl deyənə. Abi saçını kesin çekeyim. Toyuqlarını tökürlər arkadaşlar indi. Bunun malzəməsi bol olacaq, əməlli başlı. Pizza, şey pizzası. Kalbasa. Onlar qarğıdalları mən tökərəm. Təşəkkürlər. Arkadaşlar mısırı bayaqdan hər şeyi o qədər özənlə düzəldiblər ki, açıq saçlarımla Nüsrət kimi gəlmişəm qarğıdalı tökməyə. Elə bir bu dəqiqə var, baldızımla qarnımı, yəni qarğıdım da burada konkret. Hər şeyi səliqə ilə eləyən adamların pizzasına bunu eləmək. Ben əl dəymirəm çoxsu. Mən prosta əlimin duzunu qatım. Her şeyi serbest. Yo, eləmiyəm elə. Mən prosta əlimin duzunu qatdım ki, birdən də dadlı olmaz. Qoy şansları yaver gitsin ikisində. Bu taraftan bir şey olmadı. Baba oturdu. Burası. Şu indi zeytunlar düzülür. Ondan sonra nə qaldı? Göbələklə pendir qaldı. Pendiri axırda bırazdıq pişəndən sonraki. Doğrudan? Pendir qızarması. Aa, mən olsam şey yandırmışdım, çoxdan bilmirdim. İndi də göbələkləri düzürlər. Deməli hər şeyi yazdıq bu ikisi eləyib. Gəliblər hərəsi bir dənə qüsur tuturlar burada pizzaya. Bir Mehmet qardaş deyir pendir o pendir deyil. Nə bilim göbələyi çox qalın doğramısınız. Eləmisiniz çox sağ olun. O özü Qalın böyük dediyi bir bu şeydir. deyil. Bir dənə onlar götürüm göstərim. Qalın dediyi də budur. Əsas o da eləmisiniz. Çox da qəşəng alınır. Həvəsdən düşmür. Maşın təkrarına oxşur. Neyse evet yəqin deyil. Yo, əladır, əla. Göbələyin öz boyutu yekədir. Əladır. Həqiqətən yekə göbələklər idi. Evet arkadaşlar gidiyor. Bay bay. Bay bay. Həqiqətən ədalətli onun bu mən pişirdim. Çox qəşəng olacaq. olacak. Evet arkadaşlar kardeşim benim için bizim için pizza hazırladı. Nadir Bedir Beyli. Evet, hazırdır arkadaşlar. Evet arkadaşlar. İndi keçirik tadım testinə. Ben pizza çok yiyen değilim. Qoy hamısı hazır olsun bəlkə elə tadasan. Evet, Şəhriyar indi dadına Nadir baxacaq. şefler. Evet. Ya Allah. Sen bütün pizzanı kəsməyi düşünürsən. Onda Oh my god. onda dadım hissəsində mən səni çəkim. Ha, dayandır oğlum. Yo. Bakın kim böyle pizza yiyebilir evinde? Bak bu her. Əsəbləşmə. Bunu da koyup tuzun içine. Nadir kardeşim kim yiyse şahide yemez. Hay Allah. Burasından tut. Ya Allah. Yandın, yavaş yandın. Ha! Aşkım sulamayı üfle. Sulama. Sen suladın hatanı. Ne oldu ya siz biraz? Ayıpsına yatar. Necədir dadı? Muhteşem. Dadlıdır. Gelip magazinde aldığımız pizzalar var ha. Bir dəqiqə sakitçilik. Bak həqiqi danışaram da mən. Bir magazindən aldığımız bu restoranlar pizza var ha. Onlar da Hepsi dadlıdır. biliyor. Məncə mən iyindən bilirəm Yo, ki saxla. çox dadlıdır. İyindən bilirəm çox dadlıdır. Ben yiyeyim bakın. Çox qəşəng iyi verir həqiqətən. Şimdi mən də gedirəm yeməyə. Aa. Arkadaşlar, mən baxıram dadına. Çok tatlıdır. Həqiqətən çox dadlıdır Bak uşaqlar. belə ev xoşlayıram da kalabalıq çox var. O evi də elə eləyəcəm. O ev hazır olsun, hamımız yığıram. Bak kim nə pişirdi, kim yıxıldı, kim durdu. Ha, lazım. Evet. Dağıdır.
Akşam da yığışdırırım. Ama öz yığışdırın. Yemək içməkdir, yemək içmək. Baba nəvə yeyirlər. Babam benim için yoğurmuş canım. Əsəbləşmə. Bunu kardeşimle yapmış canım. Kardeşim ya. Benim babam. Noş olsun. Ben babam. Elə. Heç nə, aşkım, əsəbləşmə. Bakıya yolcu kalmasın, Bakıya yolcu kalmasın, Bakı yolcusu kalmasın. Durun, 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 durun. Durun kızlar, durun kızlar, durun kızlar. Bakı yolcusu kalmasın. Gidiyoruz, haydi bakalım. Durun, 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 durun. İndi konsept başlayır. Cürnamı çıkaracağız. Cürnamı yatıblar değil mi? Bacım! Bacım! Gecikürük uşaqlar deyirəm sizə. Kim hazırlaşdı? Qapıda birinci qaldı. Sədərəydə 30 manatlıq özünə nəsə ala biləcək. Hazıram. O. Hazır değil. Nə oldu? Elə şey yoxdur. Saçın qalır. saçımı heç vaxt evdə daramam. Saçın işığı yandır orada. Bazı Saçın yalan qalır. değil. Demək uşaqlar, yenə deyirəm. Kim hazırlaşdı? Qapıda birinci qaldı. Həqiqətən. 30 manatlıq hədiyyə Sədərəydə ürəyindən nə istəyir, ürəyindən nə keçir ala biləcək. Mən. Yo, sayılmır. Mən hazıram axı. Saçın qalır. Uşaqlar 30 manatlıq kim istəyirsə də var, isim də mən qarşılayım. Rabia, ay Rabia. Rabia. Aa, ofuş. Давай. Rabia dur. Rabia geciksən. Rabia. Ay Rabia. Dur ana. Dur tez ana. Dur da. Aha mutlu sen kaldın. Haydi tezele. Haydi kaça. Kaça. Gözle yine şey yok. O saymır olsun. Sen bilirdin ben ne yiyeceğim onu yedim. Sana. Mən qalmışam. Atın çapapatı. Geldim. Dayanamadım geldim. Uça kata. Yıkıla. Yok. Bu da. Bu ne bu? Əşya nə oldu be? Bu ne bu? Ya mən qurudaram. Nə oldu? 5 yıkayla geldim. Çöndür kameraya gösterdim. Mən iş göstersen. Buna bakın arkadaş. Tezele. Asıl tezele. Hazırım. Meryem kazandı. Niye Meryem kazanıraq saçımı derim çok kutkamı giyinmişəm, her şeyi vermişəm. Meryem köyün evi değişik kalınca. Mən hazıram aşkım. Aşkım bir de güzel. Ay aşkım sen haksızdın. Hey sen karı da götür. Önce durasa. Dur. Ben kaldım. Dur. Seçkili yeriysen. Uşaqlar burada ayrı seçkili eləyən kimdir? Ofeliyadır yoksa mənəm? Oyun başlamışsa oyuna hazırsan. Oyunu adrenalini arayın. Ne yiydim? Paltarsız çıxaydım. Kamera qabağına burada geyinəydim. Əlimi geymişəm də sər yerimdən durub. Uşaqlar. Aşkım niye haksızlık etsen? Meryem verip gitti köynəyini değişmeye mən var. 30 manat Meryem'den sen kazan. Ha, ona razıyam. 15 Meryem'in 15 mənim. Ona razıyam. Rabia sen önemli bak sen de verdin bana diyorsun ki atıma kaldım bana bir şey oldu. Öyle şey yoktu şimdi. Kazandım. Meryem'le Kazandım. Ofelia. 15 manat. Onu 15 Evin manat. fərasət komandasıyıq biz hər mövzuda. Halalım. Evet. Tamam. Neyse haydi topu. Dur yemek ye. Bize yoldan nə alarsan? Volkan. Pərəstə alarsan. Ha fresh kız Allah. Bir də marketə göndərmirəm də səni zavtırkasam. Elə yol üstü girib yemək yeyərik. Hə? Yaxşı. Arkadaşlar biz çıkıyoruz. Bakıya gidiyoruz.
Nə üçün gidiyoruz? Çünkü hamam malzemelerini Bakıdan alacağıq. Çəkilişimiz var Cafe Love City'də, uşaq mağazasında çəkilişimiz var. Yani uzun sözün kısası işlerimizi hallelemek için Bakı'ya gidiyoruz. Haydi bakalım. Səhər-səhəri. Aç karnına mandalinle kusarsan. Kusarsan aşkım. Ac qarnım mandayım. Kusarsın ata. Hı? Kusarsan. Mən nə gözələm ya. Elə bir qaşlarım, kipriklərimə tuş çəkiblər. Qaşlarıma Sen ne kadar şirinsin. Ay 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 ay. Sen ne kadar tatlısın. Ay Allah. Ne güzelsin sen. Bu senden duram. Özümden duram. Sen neyim? Bana bakan. Ürək yakan. Şirin tatlı şeker. Dolma biçer. Nasılsın? İyi misin? Senden ama. Sen. Gel. Yadından çıkmış da. Bilen sensen belli. Ne ceynime? Pəsindir ver. Pəsindir aç qarnına mədəmi duxu getdi. Pəsindir. Qoy. Sən üçün saxlayıram bunu. Benimdi de. Sen saçacağım. Dede sevinden duku getirip. Gəlmə, kremi göstər, deyir olar, deyirəm hə. Qoydu ora, mən dedim ki, nəsə dedim mənim xətrinə dəydi, qoydu. Deyirəm burada barmağını göstər, barmağını yaxıb, sonra kremi göstər, icazə alır. Vaxt itirmir də. Məryəm yenə sandığı açdı, tökdü pamuğu. Ata tökürəm ha. Aslında tökürəm bir şey. Mənim makyaj çantamanı. Gedək də. Mənim başım çıxmır. Rabia hazır değil. Lobiyanın hazır olan günü var. Gedək də. Onda hazır değil. Gedə gələm lobiyana. Yaxşı. Evdən çıxa bilmir ya. Evdən çıxa bilmirəm. Bilmirəm. Lobiya 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Evdən çıxa bilmirəm. Bu mənim əsl problemlərimdən biri uşaqlar. Bir yerə gedişirəm, gedib sata bilmirəm. Sonra deyirsiz ki, niyə gedişmirsən? Boğulmuşum, mandarının suyu gəldi ağzıma. Hamımızdan tez hazırlaşın. hamımızdan tez hazırlaşdı. Qalın geyinlə. Hamımızdan tez hazırlaşdı. Ha, sen necə bizi şoka salsan belə. Gel. Gel sərfəri buzuna baxın. Ay Allah. Gel qaqqıldan. Su getdi. Allah rəhmət eləsin. Saçımı taramalıyım. Gel. Uşaqların qabağında hamısı burada hazırlaşır. Bura evin güzgüsüdür. Burada hamımız hazırlaşıb buradan gedirik. Evin güzgüsü. Mənim yer etdi. O zaman hiç ödürəm. Arayırsan, masadan soruşurum. Evden götürürüm. Yok arayla geçirdik. Atacak. Sakla Ata bu özünü. bir sizədir. Sat. Hayır. Ben bugün olar. Gedək də. Mən görürəm ancaq makyaj əşyaları. Zaman başında da var. Ata ben çinmək istəyirdim. Evi Ona gəl Niyə belə tez durdular? Çim eləyir, çim eləyir. Mən adam necə belə tez oyana bilər? Yapşo ki, oh my god. Ya şoka peki. Yaklaşısı derman idim o ya. Yok yağırdın Ne ki. bileyim. Arsuz da deyirək, bir qram ana atan qorusu yox diyor uşaqda. Telefona baxırdın? Yok. Aa, Quran and olsun. Bax, bərəkət Ya Allah, məçid deyil, Quranlar çıxdı. Orada oturmuşdu, Ha. telefona baxırdı, mən demirəm bir rədd ol ya. Aşkım yemeği yedim onun için. Ay, sən başım qalxmadı ya, o telefonu hansarı yemək Babam yürürsən? falan yedim. Aa, Hiss edir böyüyün, ofu. Akşam yeməkləri, zeytin yavaş yavaş tək oturmayla. Benimle alakası
Can, Gerçekten can. yoktu. Biz böyüme, böyü. Yaxşı. Evet, gittin. Çıktık biz evden. Haydi bakalım. Evet arkadaşlar. Bunlar yine uyuyorlar. Yine bu biraz ayıqlar olsa. Ding dong. Ding dong paka. Papaqla çıxar. Düşəyəsən. Gəlib demək olar ki, Lənkərana çatmışıq. Hələ papağımla kutqamı mən çıxartmamışım arkadaşlar. Evet, ben de papağımı çıxartmadım. Dedim Maşın dönür. Başı, kameranın başı gicəllənir. Evet, o şey de Downing. Öz stabilizatoru var da. Deməli arkadaşlar, Məryəm neçə vaxt deyirdi ki, ata uzaq yol çıxmaq istəyirəm, ya Bakıya, ya hansı rayona getmək istəyirəm ki, Yatım. maşında yatım. Deyir indi Şəhriyə deyir, heç kəs ona dəyməsin, heç kəs onu tərpətməsin. Məryəm bu dəqiqə 5 ulduzlu oteldədir. Məryəm bu dəqiqə istirahətdədir, xəyallarını Siz de beləsi gerçəkləşdirir. arkadaşlar. Meryem ataması maçına minen kimi Mən nə yalan deyim, Məryəmi haqq verirəm, çünki mən də yuxu basırdı. Gördüm, yellənirəm, tez kameranı açdım ki, qoy yuxum qaçsın. yuxu qaçıranlar tapdı. Yo, deyən danışım yuxum qaçsın Olmazsa da. sen kameranı her atında ürəyim asır ki, yenə nə inanmışıq, yenə nə inəyəcəyəm, yenə nə inəyə bilərəm, yenə başıma nə oyun gələ bilər. Kamera mənim qorxulu yuxumdur arkadaşlar. Yo, qorxma, şey soruşmaq üçün açdım ki, bizə nə vaxt yemək alacaqsan? Düşün xəndə. Bizə nə vaxt yemək alacaqsan? Çatır işləncə. Çatırıq. Arkadaşlar sizi kullanıyorum, Şəhriyarı şantaj yapıyorum. Arkadaşlar siz var ya, bunun için şoförün sizsiniz aslında. Sizi gören kimi bütün dəftəri açılır. Qəşəng yollarla Şəhriyar bizi aparıb Lənkərana arkadaşlar. Yaşıllıqlarla. Yaşıllıqlarla, kənd yolları ilə gəlmişik, ona görə mutluyuzdur. Bir dənə də yemək yeyim, mutlu olacağım. Gedək çataq yemək yerinə. Təzədən sizə ehtiyacım olacaq, açacağım kameranı. Evet arkadaşlar, piraşkiler geldi. Ladies and gentlemen, meat or chicken? Allah'ım, sen bu sualı yatan yerde samolyotta eşitmeyi bana nasip kısmet ele ya Rabbim. Aviasels'ten Allah yoldaşıma insaf versin, bize güvenli ve ucuz bilet alsın, bizi aparsın. Teyyarede beni oyatsınlar, soruşsunlar meat or chicken lütfen ya Rabbim. Amin Ne inşallah. çıkın? Meat or chicken. Ha, siz buradan dert olun demezsin. Ya toyuq yoksa et demək istəyirəm. Ne tohum ne attı? İşte başım bıraksan anlamazsın. Niye anlıyorum, ben samolyota bindim. Uçtum da. Soruşurlar Evet. orada etli yemək istəyirsiniz yoxsa tovuqlu yemək istəyirsiniz? Evet, onda sen içinden pors aldın, etinde yemedin. Domates da saldın. Bütün arkadaşlar, ben birinci defa da görürdüm. Samolyotta 2 pors yemeği alasan. Aviases'ten, 2 dənə su, 2 dənə. bana bu aviases verir o şey yemeği. Yox aşkım, aviases bilet verir. Ha, ben bildim hem yemeği de aviases verdim, aviases Yox, ondan samolyot verir. Ha, bilmem de opşum oradan bilet aldı. Uçtu, hemen samolyottan biletin pulun 2 defa çıkarttı. Ya yemek orta yemeğinde Aşkım 2 mən, borç 2 borç. ay aşkım, mən gedəndə hələ eləmədim ki. Mən qaydanda çox məyus idim, nastroyeniyam yox idi. Evet, oldu. Həm də xəbərim olmayıb, göbüş olmuşam, 2 nəfərin yerini yemək almışam da bilmədən. Hiss eləmişəm, başa düşürsən? Evet. Gəlin piraşki, isti Necə piraşki. suyun üzerine çıktı? Gəlir. Amma soyuqdur ya, soyuq çay. Çok mantıklı değil mi soyuq çayın soyuq olması zaten. Salfetka. Dressing. Meryem'e değil 5 yıldızlı otelde yemek saatini dursun. 92. Hanı Meryem? Meryem onu. Ha? O da onu mu? İtirmiştim ben şu an Oyalı başını ya. tapabilmedim. Meryem Oyalı, zaftırık saatini Gel dur. hadi. Oyalan. Oyağa. Şu, verin bir peleşkiler tez götürün elim yanmasın. Tez. Yandı. Salfetkalarımızı hazır saklıyorum. Tez götür. Yandım. Bunda yanmıram. Ay sağ ol. Sonra ne kaldı? Salfetka verdim, bir de sosumuz var arkadaşlar.
Buyurun bu da o. Gələ sos. Gözüm yaşardı. Arkadaşlar ben de gittim yemek yemeye. Sizin için enerji toplamaya. Haydi bakalım. Uşaqlar hazırsınız, size bir şey göstereceğim. Bura haradır Şako? Cəlilabadda arkadaşlar. Buna baxın. Anidən yaz fəslindən yenidən qış fəslinə keçid elədik. Bütün yol qırağı qarda. Hələ mən qutara çəkməyə başladım. Bayaq lap qalın idi katman. Şokdayım yani. Ördəklər falan uçurdu qarın üstünə. Buna baxın. Buz bağlayıb əməlli başdı. Oha. Ördəklər gölün içində donublar deyəsən, yazıqlar. Çox qəşəngdir. 4 dənə fəsil yaşayırıq elə bil eyni anda. Ne dedi? Aşkım doludur. Çox qəşəngdir. Gördünüz, mən samolyot dedim, sizi yaz ölkəsindən uçurtdum, qış ölkəsində düşürtdüm. Səni biabır olasan, səni rüsvay olasan, arsız, abırsız, həyasız, sifətsiz. Biabırsız Arkadaşlar, yatmışdım, maşında yatmışdım, birdən-birə çox pis havam daraldı. Yəqin ki, Zeydə görədi, belə başa düşdüm. Bir de gördüm partlamaya qalmışam, istidən havam çatışmır. Şəhriyar da maşını saxladı ki, düş biraz hava al, sərini özünə gəl, boğulurdum əməlli başlı. Düşüb maşından mənlə bir yerdə, maşını qoyub sürmək modunda, dıda, drive'da. Yaxşı uşaqlar getməyiblər biz maşından düşəndən sonra. Maşın gedərdi, biz də qaçardıq maşın dalıca. Gedə də qapılar kilitləndi. Qapılarla da olsun. Gedə də maşın qapılar kilitləndi. Rabia maşın sürməyə amma billahi atlanardı da. Rabia yuxudan durana oxşuyur. Rabia'nın deyəndə ki, öləm durayağı Rabia 2 saata Seyfullah'ını bırakırdı Böyük durayağı. bir qəzanın eşiğindən dönmüş olduq. Yaxşı qutarmışıq, həqiqətən. Allah saxlayıb maşını. Əsad tez böyü mənim balam. Gözəl. Sənin oyaqlığı və ehtiyacımız var. Bunlardan xeyir gəlmir. Yaxşı qutarmışıq, həqiqətən. Mələyi qorudu. Mən təsvir eləyə bilmirdim ki, maşın təsəvvür eləyin gedir. Əsad deyir ki, Rabia maşın gedir, dur maşını saxla Rabia. Elə mənə yatıram mən. Rabia yatır təsvir. Yaxşı qutarmışıq, həqiqətən. Mənim boğulmağım konsert oldu. Mamın ölməyinə səbəb ola bilərdi. Yaxşı qutardı. Yuxumda bəlkə bayaq şükür elirdim Allah'a. Uşaqların canı salamatdır, nə bilim, yemək tapırıq, sağlamıq, ay Allah sən şükür olsun. Deyəsən şükürümün şotunu qutardı. Sən var, güləndə var, fikir vermirsən qaqqıldıysan. Birinci sizə yaxşı gəlir. Üzü başlayırsan qaqqıldanmaya. Ay aşkım. Gözəl. Danışma sən drive'da maşını qoyub düşüb aşağı məndən bir yerdə hələ şiddi də eləyirdi aşağıda. Arkadaşlar yine geldik çılçıraq mağazasına. Her gelişimizde Şəhriyar bir dənə, iki dənə alır çılçıraqlar ki görünməsin gözünə. İndi mənim spalnim üçün seçir. Mən day qatışmıram, özü seçsin. Çünki keçən dəfə gəlib işıqlara baxanda halım çox pisləşmişdi. Day göyə baxmıram, işimi bilirəm. Bizim üçün burada sağ olsunlar, qəşəng belə çay hazırlayıblar. Biz də çay içirik. Şəhriyar işləsin, biz çayımızı içək. Ondan sonra gedirik Məryəmdən 15 manat bölüşüb bir şeyler almam. Məryəm ağlında bir şey var. Her şey var. Her şey var. Aşkım 15 manata dünyaları almaq olmur. Ay axırda durana da 30 manat. Aha tökülmüşdür. Buralarda o dədən də səni gözlürdü. Deyəsən versin. Ben nasıl olacak? Nə?
Bunun için aldım. Sən bilmirsən. Mən təxmini bilirəm. Zeyt aldım. Aa aşkım. Zeyd düşünüyor. Zeydin hər şeyi var hələ ki. Qoy bir gəlsin çıxsın. Mən deməyəcəm. Doğrusun oyuncaq alacağına görə. Hə, oyuncaq işinə sən baxsan, beni heç bulaşdırma. Senin yerinde olsaydı nereye? Nə alardın? Takalar. Takı? Ne kadar takısı var o kız? Takısı var. Gelin Heç birini taxmırsan. Yəni yadıma saldın, əsəbləşdim. Sus. Ama azıcık kızım. Takıyla aram yoktu. Hə, biz ikimiz, bizim zövqümüz uyuşur. Ben de. Bak. Bilmirəm, özün seç. Mən qatma. Arkadaşlar, hamam aksesuarları almaya gelmişik. Əsnad özünün unitazından. Zeydlə bir yerdə oturarsınız da. Aşkım, zarafatsız kaşok yerine uşağı bunu almaq daha məntiqli deyil. Bunları koyacağım. Həyətə, Dalını cep edrazat koşan. həyətə. Ha bu ne? Uşağı yerden düşebiliyor. Əsə, alın bunu sən üçün. Sen de otur orada. Bir dənə nə olur, otur. Abi siz... Uşağım Evet. teknoloji evliymiş ya inkişaf ediyor. Uşağım sərnə var da. Hə. O şeylerden de götürək də. Hə, bunlardan da götürək də Şəhriyar. Bunlardan da istəyirəm. İmkan varsa. Nə deyirdin bir dedinə? Deyir, hökmən bundan qoyaq bizim otaq. Bu hamam üçün deyir aşkım. Qonşuda yoxdur, evdə də pişməyib. Özlərinə baxırlar. Bunları da seçək Şako. Unitazlara bak qızıl. Unitazı sade seçəcəyik arkadaşlar. Korkmayın, korkmayın. O kadar da değil. Hansı? Hə, sade. Gecələri Məryəm yerinə girənmir. Baxın, ancaq bu tualetdə belə görünür. Hə. Ay yok. Daydı. O cana daydı. Hə, dayanmadan şapını deyir. Məryəm hadisə gələcəksən, yetmədi, gözlə. Bak gözü. Bak elini yudu. Böyle sürdü. Güzel şarkı sıktım. Yudu. Hə. Yudu. Sıfatıma vurdum bir de yumarı. Hə, düzdür. Gecələri adam niyə sifətin yusun dostum? O videoda adım kırıldı içine beraber. Görürsen böyle. Hə. Daydı. Sağım bayramanda. Çox biraz pis uşaqlar. Yorum pardon yorum. Əsas səncə bu qədər Tabii babeliyla onu belirle. Ben yeri ayak altında var. Ciddi ciddi maşına. Arkadaşlar, bizi tebrik edebilirsiniz. O videoda gedib birlikte baktığımız qızılı duş dəstini aldıq. Buradadır kendisi. Bir saniye. Baxın, buradadır. Deməli, uşaqlar, Əsad mənə qucaqla bayaqki kiməsi. Belə qucaqlayıb, yanağını qoyub göbüşümə, qalıb. Elə təzəcə qoymuşdu yanağını göbüşümə. Keçən dəfə videoda dedi ya, qardaş təpi istəyirəm başıma. Nətər manifestləyibsə, Zeyd bir yanağından burada təpi. Sevincindən gözü dolmuşdu, mənim də ondan bu yerdə. İndi ayrılmır buradan, təzdən yapışdı burası. Kaldıq böyle. Ölürüz biz. Zeyd mən təpi vurum. Evet, Zeyd də onu təpikləmiş. Əlim qoyuram ha. Bir dənə vurdu. Hə. Prosta O da uşağı mələtdə uşaq təpik vursun deyə. Qulaqlarına Zeyd yazdı. Həqiqi. Əsad özünü döydürür. Uşaqlar bir ton şey aldıq. Dəhşətli dərəcədə çox işıq almışıq. Bilmirəm, studiyo qururuq yoxsa ev qururuq. Evden üstsüz kurtarmayı bilmiyor arkadaşlar. Sizə videolarımız işıqlı, aydın, ferah, fresh görsənsin deyə nə qədər işıq almışıq. Ben evde işine Spotlar, çok önem veriyorum divar arkadaşlar. işıqları, dekor işıq. Evdə işığa nə qədər önəm verdiyimi indi yaşadığımız evdən görürük. Mənim otağımda lüstr yox. Qonaq otağında işıqlar yarımçıq. İşığa önəm verən mənəm. Sən öldürürdüm evi tikəndə ki, buranı işıqlı elə. Pəncərələri göydən yerə kimi qoydurdum. Maylatdırdın da. Bakma, dizaynı da sen bilirsin. Kimləri var? Nerede çıkırsan? Deməli, aşkım, sən unuttun, amma biz unutmadıq ki, sənin bizə 30 manat borcun var.
Mənim çocuğum orada dedi ki acdı. Mən də dedim ki nə istəyirsən? Dedi McDonald's istəyirəm. Mən öz 15 manat payımı əsl McDonald's-una verirəm. Bizi apar McDonald's-a. Nə yeri gidişinə məşğulə. Ama belə zarafatda xoşlam. Sən biz 30 manat borcun var. Ada o dünyada hesablaşır. Aşkım hiçbir şey o dünyaya kalmır bizim münasibətimizdə. Zəhmət olmasa sür. Xahiş edirəm haqq hesabımızı axirətə saxlamayaq. Sür bakalım, sür. Yo, mən səni də verirəm aşkım. Məriş istəsə öz pulunu McDonald's-a, istəsə də normal bir şey alar yeyər yəni. Çünki 15 manat 4 nəfərə bəs eləməyəcək. Bu ikisinin pulu yoxdur deyə mən bu ikisinə verirəm. Deyə bil. Öz haqqımı. Mən çatacaq bizə Bunu aşkım. verən mənə, bunlar öz aralarına hansı pulu ondan bilmirəm. Sən pulu kim verir, nəyə bölüşdürürsün? Ondan da əlavə cibimdə də birkaç manat var arkadaşlar. Köpəyin qızı. Nə köpəyin qızı? Bayağıdan 50 qəpik yoxdan tualetə girə bilmirdim, maşına qayıtmışam. Ürəyin gəlmədi ki, deyəsən ki, gəlir getmə o maşına, kimi götür gir tualetə. Ayıb olsun sənin üçün. Sən mən Girdim, gəlmişəm maşından qəpik, 50 qəpik götürüb qayıtmışam, ora baxayım. mən bunu 3 gündür qoruyub saxlayıram səndən. Saxla, özünə McDonald's alarsan. Ata mənə 50 manat verir. 1 manat, Ata 50 manat verirsən, evə gedəndə qabağıma çay qoyacağım. 2 manat. Mən onu pulsuz verirəm həyatım. Sən ona görə pul verməyəcəksən. 3 manat da burada var. 18 manatımız var. Əsil Rabia adam başına 6 manat düşür. Bir dənə rahat menyu ala bil. Biz niyə birdən-birə bu qədər fakir moduna bağladıq özümüzü? Acı taşın. Atons rahat bir 5-6 manat yəni piraşkiyə zada xərcləyəcəkdi. Onu da qoyar bir zəhmət üstünə. Toplamda bizə 20 manat borcusan. Biz qalıb. Məryəmin 15 manat hə qalıb. Verməm bir dənə. Sən həqiqətən o qədər özünü acınacaqlı vəziyyətə salarsan ki 15 manatı başqa şeyə xərcləyəsən. Verirəm axı verirəm. Hə də yemək içməyə xərclə də. Hə, piraşkini belə o əylənmirəm. Ayılma. Gəl. Baba, mən 15 manatım Bizə içəridə dombalaq açdı. özüm üçün mağazindən cipsi, şkaf. Mən də siz üçün McDonald's sallam da bala. Mən də siz üçün McDonald's sallam da öz payımdan vereyim. Oo. Mən nə edirəm? Getdik arkadaşlar. Gedək Şəhər bizi McDonald's-a aparsın. Çok sağ ol. Siz də sağ olun. Ora baxayım, yenə pulu verən ata sağlar. Ay dövə, mənim haqqımdır. Mən tezdən durmuşam axı. Durmuşu gəlmiş. Aa, Bəykuşə. 3 manatı göstərməyimdən manatın biri 50 köpüyə dönüşdü arkadaşlar. O da gizlədirdi mən səndən neçə gündür Sağ manat. ol dinanım mənə. Sən niyə sağ ol Cibimdə deyil? qalıb dərd çəkməkdənsə xərcliyim qoy ürəyin al. Dərd çəkmədim ki, gedirdim də xərcləməyə McDonald's-da. Götürdüm manatımı 50 köpüyünü xərclədi. Evet. Apar mən yeməyə. Tez elə. Mən heç nə yemirəm. Bir dənə siz yemək yeyin, Yox, mən sən dilənçilik eləyirsən, sonra Yox, ət dilənçilik toyuq. eləməyəcəm. Ət toyuq. Yox, burger yemirəm. Ay yersən, nugget. Hadi qanad, nugget yox, qanad ya bud var burada. Var budum, yəni sənin stilin deyil də buradakı bud. KFC bu yanlarda var. Ya da mən Cafe Love City'də yeyəcəm. Ata, Ya da ki, ev mən üçün də burger toyuq olsun. Toyuq olsan da. Gözə kameram. hadi iyi sanmıyordum. Sevinmeyin. Sana bir şey demək istəyirəm. De. Sana görə mən burgerimdə içindəki ət yerim, çörəyi saxlayıram ki, sonra axırda yeyəm. Ay, yer gedirətdə buradan. Necə böyük bir fədakarlıq. Aşkım mən sən burgerimin özüm verərəm. Sağ ol ömrü. Çox sağ ol. Görsən. Ürəyim yox mən. Ev sən mən üçün balaca bir dənə burger seç. Bəsdir. Elə onu axtarıram. Yəni böyük burgerini seç. Onu bilirəm ki, hamımızın başı icralın azıcıqda. Ged onu yer tapın da sizə. Buradan mən 68 götürüb gedirəm. Götürüb gedirəm ha. Götürüb getmə. Burada 68'i götürüp yedim. 8-i 68. 68 götürüb gedeyim. götür get. Tamam. Təzəm ol. Acele yok. Sən də götürsən abi. Gəlmir. Niyə? Ay kamera yakınlaştın sana. Yox, yaxınlaşdırmıram. Hə? Düz gördüm qiyməti. Hə. Allah məni öldür. Ay Allah məni öldür. Aşkım Ay Allah, mən dünya öldüm.
Dünya bir gündə, o da bu gün. Bəlkə sabah yaşadım, mən ölməliyəm. Yox. Aşkım, mən ölməliyəm. Sənin yaşamağının garantisi vəbşə azdı aşkım. Ay Allah. Nəysə mənə 30 mart bizim də 12 mart sədəqə versən nə bil ki bizə. Mənə öldürərsin məni. 68. Ay Allah. Nə 68 mana? Yox, o masa nömrəsidir. Ulama Beyquş. Beyquş yedi nə başımızı? Keçimiz kapayı. Bu çıxdı. Deyə Allahın olsun. Zarafat elədim. Elə heyvanlıq eləmə. Belə zarafat eləməz. Ölərəm, bədbəxt qalarsan mənsiz. Niyə 60 manatlıq alış-veriş eləmədik? 60 manatlıq? 60 manatlıq. Səyi. Hadi. Orada 40 götür. 40 manat elədi, 40 manat tutdu. 60 Ağlama. manat eləməliyəsin. Söhbət bir yer tapaq oturmağa. Sür. Ölürdüm ey uşaqlar. Son anda gəldi yemək. Çox az qalmışdı. Buraları batırım. Allah'ın da olsun. Papağım da başımda anormal qalıb. Yeməklərimiz gəlib. Nuş olsun. Tarixi bir an bu burgeri yiyir. Şoklardayım. Başı boyda burger demişəm, dişləyə də bilmirəm. Mən ən zor KFC-dən xoşum. Niyə? Nuş olsun amya. Evet arkadaşlar, geldik çıktık bizim daimi mekanımıza. Videonu burada sonlandırırım çünkü sizin için paylaşmalıyım. Gil videosu bilirəm ki qalıb, o da təcili Bakıya çıxmalı olduğumuz üçün qaldı. Şom ağzımı açdım da keçən videoda. Amma mütləq fürsət tapan kimi ilk işim o gil videosunu çəkmək olacaq. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıp yorum yazmayı unutmayın. Maçı gucci.